2026-cı ilin yanvarından Azərbaycanda siqaretlərin qiymətində artım gözlənilir. Buna səbəb vergi məcəlləsinə olunan dəyişiklikdir. Aksiz dərəcəsi əvvəlki 1000 ədəd üçün 45,5 manatdan 1000 ədəd üçün 55 manata yüksəldilib. Aksiz dolayı vergi olduğundan bu artım birbaşa pərakəndə satış qiymətlərinə təsir edəcək. Yeni Sabah məlumat verir ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, yeni ilin ilk günündən Azərbaycanda növündən və çeşidindən asılı olmayaraq bir qutu 20 ədəd siqaretin qiyməti minimum 20 qəpik artacaq. Qanunvericiliyə olunan dəyişiklik artıq bazara da təsirsiz qalmayıb. Paytaxtda fəaliyyət göstərən bəzi marketlərin siqaret satışını məhdudlaşdırdığı bildirilir. Satıcılar və ekspertlərin qiymətləndirmələrinə görə yeni ildən siqaretlərin qiyməti müxtəlif markalar üzrə 2,5-5,5 AZN arasında dəyişəcək. Əlavə edək ki, vergi məcəlləsinə edilən dəyişiklik 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.